hissəsidir. Birinci power pedal taxılır. Amma toka taxmayacağım. Ən sonda taxacağım toka. Sadəcə göstərmək üçün. Power kabel hissəsini taxdıq. Daha sonra keçirik. Bu hissə bu bizim pedalımızdır. Bir keçidi buradadır. Digər keçidi pedalın üzərindədir. Pedalın üzərində olan keçid. Pedalımız hazır. Daha sonra iki cür bizim 2 ədəd başlığımız var. Mən birini götürdüm. Digəri qutulaşdırmada istifadə olunur. Bunu taxırıq bura. Bu hissə artıq qolunu quraşdıracaq, o zaman taxacaq, qalacaq orada. Və bunun üzərində belə bir şılanq var. Bu şılanqa ara keçid deyim, konnektor deyim qoşmalıyıq. Bunun üzərindədir. Konnektorumuzun birini çıxardırıq, bu tərəfdən taxırıq. Digər tərəfinə nisbətən özündən böyük şılanq taxılır. Bu hissə açıldı. Şılanqımızı keçirdirik. Daha sonra onu küpləşdirmək üçün sıxmalıyıq şılanqını. Bura gedir, yerləşir bu hissədə, amma tərsdən eləyəcəm ki, dəmir hissə çöldə qalsın. Sonra sıxırıq bunu bu qaydada. Bu hissə isə gedir, hər hansı bir dərman olsun, maye olsun, onun içərisinə, yəni qabın içərisinə birbaşa boşulur. Növbəti olaraq dəmirimizi keçirdirik. Daha sonra bu dəmiri də keçirdirik. Başlığın yeri burada. Burada oturacaq. Gördüyümüz uzluqlardır. Burada da uzluqlarımız var bizim. İçərisində birini açacaq. Digərində də zaten bir-birinə oxşar şeylərdir. Bu tipli uzluqlarımız var. Bu uzluqları açıb bağlamaq üçün bizim xüsusi açarlarımız var. Yəni, 2 başlığımız var və hər başlığın uzluqları ayrıdır. Həmin uzluqları da açıb bağlamaq üçün bizə ayrı ölçüdə açarlar verilir. Yəni, bu açarlar uzluq bura qoyulandan sonra bunu taxırsınız və sıxıb açırsınız. Bunun məqsədi, bunların məqsədi budur. Bu isə pedalın qulpudur, 2 şurupu var. Açırsınız və pedala bağlayırıq bu qaydada. Burada olacaq. Sadəcə pedalı daşımaq üçün, yəni bir yerdən digər yerə daşımaq üçün bir də əlinizi vurmayasınız, rahat şəkildə götürdünüz, daşıdınız.